Uşaqlar, istəyirəm qamaları 3 halda oxuyaq. Necə oxuyacağıq? Mi majoru misal üçün yuxarı natural, mi minoru aşağı harmonik eyni adlı qamalarla oxuyaq. Mi majorda neçə işarə var? 4. Hansılardır? Fa diyez, do diyez, sol diyez, re diyez. Əhsən. Bəs mi minorda 1. hansıdır? Fa. Fa diyez. Aha, fa yoxdur. Nə var? Fa diyez. Fa diyez. Oxuyaq gəlin mi majoru. Əvvəlcə yuxarı natural. İcadan qəşəng təmiz. Mi, fa diyez, sol diyez. Sol diyez. Diyezləri deyək. Fa, do, sol, re yoxdur. Fa diyez, do diyez, sol diyez, re diyez. Mi, Fa diyez, sol diyez. təmiz oxuyaq. Mi, Fa diyez, sol diyez. Təmiz. Yaxşı çalmadan. Evdə çox məşğul olun. Yaxşı çalmadan təmiz oxuya bilərsiniz. Mi, təmiz. Mi, fa diyez, sol diyez. Si, do diyez, re diyez. Mi, bu mi majör yuxarı natural. İndi mi minor aşağı harmonik. Harmonik halda nə baş verir? Yarım ton zirləşi 7-ci pləsi nə olacaq mi minor cəm? Re, zirləşi ton zirləşi. Əhsən. Mi, aşağı mi minor ama mi, re diyez, do, si, la, sol, fa diyez, mi. Əhsən uşaqlar. İndi gəlin oxuyaq. Re majoru yuxarı harmonik. Harmonik halda majorda nə baş verir? 6. Pillə pillə yarım ton bərləşir. Oxuyaq re majoru. 6-cı pilləsi nə olacaq? Yox, Si bemol. Əhsən, si bemol olacaq. Si bemol. Açar işarələri hansılardır? İşarəsi var. Aha. Si bol. Yox. Yox, fa diyez, do diyez. Fa diyez, do diyez. Oxuyaq. Re, aha. Mi, fa diyez, sol, la, si bemol, aha. Do diyez, re. Bir de re, mi, fa diyez, sol, la, si bemol, la, si bemol, do diyez, re. İndi aşağı oxuyaq. Re minor harmonik. Harmonikalı. Si bemol çal işarəsi. La, sol, fa, mi, re. Yaxşı. Gəlin intervalları oxuyaq. Mi səsindən yuxarı kiçik sekunda. Fa. Aysa oxuyaq. Mi, yox, aşağı yuxarı. Təmiz səslənmə təmiz olsun. Fa. Biraz da təmiz. Fa. Aha. Soldan aşağı böyük desəm, desəm neçə pilədir? 3. Neçə tonda böyük desəmiz? 3. Aha. Hara düşür? Hansı səsə düşəcək? Necə? Mi bemol. Ay, sağ ol. Mi bemolə düşəcək. Oxuyaq. Bəs ona re, sol, re diyez desək neçə pillə olur? 4 pillə ona görə kvart. Kvart olur və hansı kvarta xalisdən kiçilirsə? Əskildilmiş kvart olur. Amma sol mi bemol olur. Tersi. Hansı böyük tersi? Aysa oxuyaq indi soldan aşağı böyük tersəmiz. O fa ürəyinizdə. Sol, mi bemol, biraz da təmiz. Re'dən yuxarı, do diyezdən yuxarı xalis kvart oxuyaq. Do diyez hara düşəcək? Kvarta neçə pillədir? 4 pillə. Aha. Do'dan fa'ya düşürsə, do diyezdən də Fa diyez. fa diyez oxuyaq. Do diyez. O primo oldu, do diyez. 4 pillə
qalxırıq yuxarı, səslənməsini tapaq. Do diyez, fa diyez, təmiz oxuyaq. Do diyez, fa diyez, fa diyezdən aşağı kiçik versiya oxuyaq. Neçə pillədir versiya? 3 bile. Aha, hara düşür? Kiçik versiya neçə Reyə. tondur? Neçə tondur kiçik versiya? İkisi Bir ton yarım, hara düşəcək onda? Re. Ha, aysa olacağız. Okuyalım. Fa diyez. Təmiz fa diyez. Fa diyez. Amin. Fa diyez. Aha, fa diyez. Oxuma özündən, amma nəfəs al, götür. Fa diyez. Aha. Və recezi tapaq. Oxuyaq recezi. Fa diyez. Gözləməyin mən çalım. Mən çalmadım. Recez, əqsam, bir də fa diyez, re diyez, ay sağ ol. İndi do diyezdən yuxarı kiçik saksda oxuyaq. Saksda neçə filədir? 6. Ay sağ ol. Kiçik saksda neçə tondur? 4 ton. Oxuyaq. Do diyez. Yox, do sol neçə oldu? 5. 5. La la. Ay sağ ol. Kiçik saksda do diyezlə doğru. Oxuyaq. Do diyez. La. Ürəyimizdə yüksəkdə oxusaq rahat taparıq. Do diyez. Do diyez. Aha. Sidən aşağı oxuyaraq böyük septima. Neçə pilədir septima? 7. Aha. Böyük septima neçə tondur? 5 ton. 5 ton yarım. Aha. Si. Oxuyaq aşağı böyük septima. Do. Si. Ürəyimizdə oxuyaq. Si. Aha, yaxşı. Keçək üç səslilərimizə. Üç səslilər. R səsindən oxuyaq yuxarı böyük səs. Quruluşu. Böyük sesi. Vuruşu. Böyük sesleri kişidir. Ay sağ ol. Oxuyaq. R'dən. Re'den böyük sesi. Fa. R böyük səslə hara düşəcək? Böyük sesi. Ay sağ ol. R, Re. fa diyez və La. oxuyaq. R, təmiz R. Ay sağ ol. R, fa diyez. Təmiz bir də re, fa diyez. İndi sidən aşağı oxuyaq. Böyük səslə. Böyük sesi. Aşağı oxuyarkən isə necə oxuyacaq? Kişidir. Ay sağ ol. Kiçik əks istiqamətdə. Kiçik sonra böyütərsə. Quruluşu dağılmasın. Böyütərsə yenə əvvəlində olsun. Böyütərsə üstəgəl kiçik tərsə olsun. Sidən hara düşəcək? Kiçik tərsə. Diz. Aha oxuyaq. Si, sol, diyez. Mi. Aha bu oldu major üç səslisi. İndi do'dan oxuyaq yuxarı kiçik üç səsli, minor üç səslisi. Quruluşu nədir? Kişidir. Sözü böyük sesi. Kiçik tərsə üstəgəl böyük tərsə. Hara düşəcək? Oxuyaq. Do. Təmiz. Təmiz. Mi bemol. Sol. Yaxşı. İndi do'dan aşağı kiçik üç səslə oxuyaq. Yo, nə söyləyəcəksiniz? Do, sol, 4 pillədir. La. Nə deyir? La. Neçə ton olmalıdır? Ay sağ ol, lə bemol oxuyaq. Niyə? Aha, uşaqlar tonlu sayı ola bilər bura düşürsünüz, doğru. Amma adlandıranda bilin ki bu terçatsa diyez bemol atırıq. Do, si, la'ya düşəcək. Adı lə diyez, lə bemol, la dobl diyez, la dobl bemol, la özü hər nə olsa la'la olacaq. Tonu pilləsini sayıb düzgün la'nı tapmısınızsa, sonra tonunu sayanda bunun adını dəyişib lə bemol əvəzinə sol diyez etməyək. Yaxşı? Çünki
interval edən onun pillə sayıdır. 3 pillə olmalıdır, amma sol diyez deyəndə əskirdilmiş kvartaya çevrilir. Aydındır? Bir də vacib pillə sayıdır. Ton keyfiyyəti də sonradan əlavə edirik, amma biz buna lə bemol əvəzinə sol diyez deyəndə kobud səhv etmiş oluruq, pillədə səhv etmiş oluruq. Aydındır? La'nı tapmışıqsa adını da la'la verəcəyik. Yaxşı? Ton sayanda çaşıb başqa notla adlandırılır. İndi oxuyuruq uşaqlar. Fa səsindən major seks akordu quruluşu. Major seks akordu. Si ters üstüne ötesi. Yox, kiçik üstəgən xalis kvartdır. Ters üstəgən kvartadır. Seks akordun quruluşu. Düzdür? Üç səslinin neçə dönməsi var? Birinci dönməsi adlanır. Seks akord, ikinci kvart. Kiçik dörtsə. Yenə sol diyezliyiz. Uşaqlar, niyə? La, mol. Fa sol olur axı sekunda, 2 pillədir, düzdür? Sekunda olur, fa sol böyük sekundadırsa, fa sol diyez artırılmış sekundadır. Amma siz tertsə qurursunuz, axı özünüz dediniz, tertsə, kiçik tertsə, üstəgən xalis kvart. Tertsə neçə pillədir? Birinci pilləsini sayın, sonra o pilləyə əsasən tonunu adlandırın. Aydındır? Aha. Hara düşəcək? Fa diyeze. Balam, lə bemoldan yuxarı xalis kvarta qururuq. Düzdür? La'dan kvarta. Re. Amma bu lə bemolda axı. Re. Re bemol. Oxu. Təmiz oxuyun. İndi oxuyaq soldan aşağı minor seks akordu. Minor seks akordu. Kuruluşu si tersi üstüne. Yok. Böyük ters üstüne xalis kvart. Ama aşağı olan da olacak. Xalis kvart üstüne. Üstəgən böyük səsi buyur. Kvarta necə pilədir? Tez düşür. Hara düşəcək? Re'ye. Oxuyun tez-tez. Kvart üstüne çizik. Böyük konservista kurdu. Böyük tersi. Okuyalım. Temiz. Aha. İndi si'den aşağı, do'dan aşağı götürək major konservista kurdu. Aşağıya necə olacaq quruluş? Yuxarı nə idi? Yukarı xalis Kvart üstəgən böyük ters. Aşağı. Böyük ters üstüne Aha. xalis. Doğudan böyük tersi hara? Böyük tersi. Aha. La. La bemol. Ay sağ ol. Oxuyalım. Yox, la'dan kvarta hara düşəcək? Tez, kvarta necə bilədir? Mi. Aha, amma la bemoldan Mi bemol. ne bemolə? Oxuyalım. Mi bemol. Aha, re'dən oxuyan uşaqlar minor kvart seks akordu yuxarı. Quruluşu tez-tez deyir. Kuruluşu. Böyük tersi üstüne. Boy. Yok xalis kvartı üstüne. Üstəgən Böyük tersi. axı minor kvart seksdə kiçik Ha, kvart. minor çizik. Kiçik tersi. Xalis kvart üstəgən kiçik tersi. Oxuyalım re'dən. Gəl. Sol. Təmiz. Si. Bir də re.
Aha. Şu aşağı. Bəli, ladan aşağı. Minor kvart seks akkordun quruluşu necə idi? Kiçik tezisi xalis. Aysa. Oxuyaq. La, kiçik desəm. Hara düşəcək? Fa. Neçə ton olur? La, sol, sol, fa. La, sol neçə tondur? Ha, xalis kvart ha. Sol. Kiçik kvart seks akkord uşaqlar. Yuxarı xalis kvart üstü gəl kiçikdirsə, biz aşağı qururuq axı. Əvvəlcə də gəl. Kiçikdirsə sonra kvartı, xalis kvartı, düzdür? Kiçikdirsə ladan aşağı hara düşür? Fa neyse. Ay sağ ol, oxuyaq. Yaxşı, bu da oldu bizim səslərin intervallarımız, akordlarımız, üç səslilər, seks akordlar, kvart seks akordlar. İndi və major minor 3 halda.